1-2 sound check. Sessizlik, huzur, gürültü zarar verir. Ne? Sessizlik, huzur. Neyse, hanımlar ve canavlar. Sizinle ben Mahmud Tarverdiyev bu günləri futbolçular adına bilmem bu dəfə də keçən dəfə də axırıncı videomuzda da belə dedim. Elə olmadı. Görək bu dəfə də elə olacaq mı yoxsa yox. Futbolçular adına 2024-2025 ilinin bahar mövsümünün son maçındayıq. Və sizinlə mən Mahmud Tarverdiyev bu oyunu şərh eləyəcəm. Çox maraqlı sastavlar var. Uy bilin. Çox maraqlı sastavlar var. Çox maraqlı şeylər olacaq. Telefonumu çəkeyim ki, ayaq altında həbsə. Oy bilin, nə deyəcəyimi bilmirəm. Yəni o qədər belə ağız sulandırıcı bir maçdır. Çox maraqlı kadrolar var və təbii ki bundan başlayaq ki, görmüş olduğunuz kimi bu stadion sizə yadı gələ bilər, tanış gəlməyə bilər. Bu da hansı ki çox təbiidir. Bəli, bura Bahçeli Evlərin Mehmet Akif Aysoy adına halı sahasıdır, səhv eləmirəmsə. Və futbolçuların bu necə deyirlər ona, yadda qalan günə özəl düzüb qoşduqları maç məhz burada təşkil olunmağına qərar verildi genel kurul tərəfindən. Və görmüş olduğunuz kimi bugün stadionda bir qədər daha çox oyuncu var, bir qədər daha çox ad və üz var. Onların hamısı ilə bir düzü tanışıq, amma onları bir daha özümüzə xatırladacağıq. Əvəz Bayramlı burada uzaqda öz qardaşı Mətin Bayramlı düşündü, amma top müdafiə tərəfindən dəf edildi. Hər iki komandada bir qədər həyəcan var, öyrəşmədikləri bir stadion tipidir və yəni maçdan qabaq da bəzi ekspertlərin təxmini üzrə komandaların bu stadiona öyrəşməsi bir qədər vaxt alacaq. Bəli, oyunçunun ayağından ayaqqabı çıxdı və bəlkə də qəribsəyə bilərsiniz. Uzun müddətdir ki, bu oyuncu bizim meydançalarımızdan uzaq idi. Onu icarəyə Leeds United komandasına kiraya göndərmişdi futbolçular FC. Bəli, burada söhbət Mətin Bayramlıdan gedir. Birazdan onun haqqında yenidən söhbət edəcəyik, bəhsimizi də keçəcək ola. Topun arxasında isə bu kimdir? Fərid Əhmədov oxşuyur və İzzət. İzzətin soyadı Əliyevdir, səhv eləmirəmsə. Top meydançanı İzzətin zərbəsindən tərk edir. İndi isə gəlin komandalarla tanış olaq. Qapıda Sadiq Heydərzadə Seydik deyirdim. Sadiq Heydərzadə, həmin komandanın müdafiəsi Təbriz Həsənli, Nəsib Yusubov və İkram Dərzilidir. Komandanın yarım müdafiəsi və hücumu Cəfər Rüstəmov, Murad Rüstəmli və İzzət Əliyev olduğunu təxmin elədiyim 9 nömrəli oyuncu. Burada gərəksiz kobudluq var idi məncə. Yəni 3-cü dəqiqədə belə çiynizar, bunlar gərəksizdir. Və eyni zamanda gəlin. Mən komandaları səhv dedim abi. Bir də, pardon. Sadiq Heydərzadə, Təbriz Həsənli, İkram Dərzili, Əvəz Bayramlı, Nəsib Yusubov, Mətin Bayramlı və Hüseyin Rüstəmov soldakı nakitkasızlar komandasını təmsil edəcəklər. Və Mətin Bayramlı burada təkbətəyə çıxıb Kənan Nəzərov üçün çox rahat bir top idi bu. Və dərhal hücum başladır burada. Kənan Nəzərovun komandası ilə gəlinini tanış olaq. Qapıda məhz bu adını çəkdiyim qapçı, onun müdafiəsində Fərid Əhmədov və burada İzzət Nəsibi keçməyi bacarır, pası bir qədər gecikdirdi və İkram burada topu alır, qeyri-dəqiq pası qəbul edir. Bəli, gəlin digər komanda ilə tanış olaq. Tarık Kərimov, Cəfər Rüstəmov, Murad Rüstəmli. Mən bayaqkində də yenə səhv dedim, İzzət o bir komandaydı dedim. Yabır olmayasan Səyma. Yoxsa düzəltdim onu. Vəbşimdə qarşı özünüz görürsünüz. Burada yenə sayacağım adları. Tarık Kərimov, bir də Əhməd Kazımov. Məhz bu Fərid və Tarık müdafiəsinin 3-cü oyuncusudur. Top meydançanı Fərid Əhmədovdan tərk edir. Top oyuna Fənərbağçə formalı Nəsib Yusubov daxil elədi. Əvəz Bayramlının uzun məsafəli pası. Əvəz Bayramlı topu kontrol elədi. Murad Rüstəmlinin keçməyə cəhd göstərdi. Zərbəsi Fərid Əhmədov tərəfindən qarşılandı. Murad Rüstəmli pasını verdi. Cəfər Rüstəmov.
Bayramlı qardaşları topu ələ keçirdilər. Top kontrolü yaxşıdır, amma Mətin Bayramlı Leicester deyirəm. Leeds United'da göndərilmiş icarəsində daha çox zəmində qaldığı üçün hələ ki bir qədər vaxt onun isinməsinə gedəcək. İkram Dərzili, Əvəz Bayramlı. Əvəz Bayramlının pası Hüseyin Rəstəmov tərəfindən ram eləyir. İkram Dərzili keçdi burada Fərdi Əhmədov. İkinci rəqibində keçdi zərbəsi. Asfərlə qapının solundan keçir. Murad Rüstəmli. O qədər ev var ki. Fərid Əhmədov. Təbriz Həsənli bu oyuncunu çox yaxşı tanıyır. Və Murad Rüstəmli topu itirdi. Mətin demişkən, Mətin elə bu dəqiqə qardaşına o qədər də tələsmə deyir. Meydancada sanki oyuncular bir qədər təmkinsiz, tələskən oynayırlar hələ ki, bir şeylər qurmağa çalışırlar. Hələ ki enerjikdirlər. Görək bundan 30-40 dəqiqə sonra da bu öz əksini necə tapacaq meydancada. Murad Rüstəmli çiyni ilə ram elədi topu. Tarık Kərimova açılmasını dedi və topu burada itirir. Top meydançanı məhz Rüstəmlidən tərk edir. Ağcabədəli məşhur futbolçu. Onun da bir zamanlar Almanya liqasında icarəyə göndərildiyi vaxtlar var idi. Futbolçuları orada təmsil edirdi. Burada bir geri pas, İzzətin pası o qədər yaxşı alınmır. Çox təhlükəli ola bilərdi bu epizod və Fərid Əhmədov qarşıladı burada topu. Nəsib Yusubov aldadı cəmlələr, topu rəqibinə vuraraq hələ də özündə saxlayır və topu verir öz ev yoldaşı olan Təbriz Həsənliyə. Təbriz Həsənli çox təmkinli bir pas. Hüseyin Rüstəmovun zərbəsi bu qapıdan bu tərəfdən ilişiblər. Elə gələn keçən ora vurur topu. Murad Rüstəmli yenidən arxadan başladır oyunu. Fikir verirsə Murad Rüstəmli bir qədər geridə oynayır. O daha çox defansif orta saha, müdafiə meyilli, yarım müdafiəçi yolunda çıxış edir. Öz müdafiəsinin verdiyi boşluqları tamamlamağa çalışır. Cəfər Rüstəmov yaxşı kontrol edə bilmədi. Əvəz Bayramlı isə fora verərək topu auta atır. Əvəz fırlansın, sonra sizə daha maraqlı bir şey göstərəcəm. Çünki formasının o biri tərəfində maraqlı bir şey var. Tarık Kərimovun çox bərk pası idi bu. Cəfər Rüstəmov keçdi burada və burada ayağı dartıldı. Ümid eləyək ki, ciddi bir şey yoxdur. Bəli, bu səhnə tanış gəlir mənə. Dünənlərdə elə belə bir şey olmuşdu. Bəli. Klas. Gabriel. İşte. Bəli, Rüstəmovlar öz aralarında söhbət edir, vəziyyətin ciddiliyi, mübahisə mövzusudur. Görək oyunu necə davam etdirə biləcək Cəfər Rüstəmov. Amma vəziyyət bir qədər ağırdı kimi görünür. Murad Rüstəmli pasını verdi burada. Fərid Əhmədov bir qədər bərk oldu zərbə. Daha sonra pas idi bu, zərbə idi, bilmədim. Cəfər Rüstəmov bir qədər geridə oynayacaq. Bəli, maçın elə 10 dəqiqəsi tamam olmadan artıq təəssüf ki bir zədə var. Bu hansı ki boş bir oyuncu da deyildi. Oyunu belə maraqlı eləyici adlardan biri idi. Əhməd Kazımov. Əhməd Kazımov bir öncəki maç günündə də çox yaxşı təsir bağışlamışdı Hüseyin Rüstəmova qarşı. İndi bugün də kəskin bir hücuma mane olur və burada bir dəyişiklik. Cəfər Rüstəmov keçir qapıya və onun yerinə Kənan Nəzərov hücum mövqeyində oynayacaq. Yəni Cəfər Rüstəmovun təbii ki bacarığı və yaxud öz komandası üçün qoyacağı effekt, sərgiləcəyi effekt danılmazdı. Amma Kənan Nəzərovun da
Və burada Əhməd Kazımovun qarşıladığı zərbə çox bərk idi, çox qüvvətli idi. Kənan Nəzərov nakitkanı tərsinə yenib. Amma eyb yox. Əvəz Bayramlının pası bir qədər qüvvətli olur və hesab elə də 0-0'dir. Burada kameralarımıza göz qırpır. Portakalların santraförü və Kənan Nəzərov nakitkanı hələ ki tam giyinməyib. Ara pası düşündü burada Fərid Əhmədovu. Təbriz Əsənli, Təbriz. Təbrizin pası, Əvəz Bayramlının zərbə burada Murad Rüstəmlini keçə bilmədi. Əvəz Bayramlı, geri pası Hüseyn Rüstəmov. Hüseyn Rüstəmovun pası Təbriz Əsənli burada sıxışdıran Əhməd Kazımova və Murad Rüstəmli aldı burada topu. Nəsib Yusufovu keçə bildi. Nəsib Yusufov az qala ikinci oyuncunu da zədələyirdi burada və Murad Rüstəmli son anda Sadiq Eydərzadənin toxunuşu. Murad Rüstəmli burada öz fərdi keyfiyyətlərini nümayiş elətdirdi. Vəs komandasına güncəl zərbə qazandırır. Topun arxasında isə Fərid Əhmədov. Heç kim yox idi içəridə. Nəsib Yusufov üçün bu topu qarşılamaq heç çətin olmadı və topu dərhal irəlişdirirlər, amma burada Əhməd Kazımovdur. Kənan Nəzərov. 2 oyuncu qarşıladı onu, birini keçməyə cəhd göstərsə də digəri dərhal ona əngəl oldu. Fərid Əhmədov. Ara pası. Nəsib Yusufov bu dəfə Murad Rüstəmlini bağlayır. İzzətin irəliyə doğru pası burada. Top nakitkasızlar komandasının müdafiəsindədir. Təbriz Əsəni qarşıladı. Kənan Nəzərov topu yaxşı idarə edə bilmir. Zərbəsi Sadiq Eydərzadə qarşılayır onu. Hüseyn Rüstəmov. Hüseyn Rüstəmov sıyrılır rəqiblərindən. Komanda yoldaşlarının açılmasını gözləyir, amma Fərid Əhmədov oxudu bu hərmləni. Pasını verdi Mətin Bayramlı. Fərid Əhmədov gördü bu pozisiyanı da və pasını dərhal verir hücum başlatmaq üçün Murad Rüstəmli. Murad Rüstəmlinin ara pası. İzzət bu zərbənin fərqinə bilərdi, amma yox. Portakallar ard-arda fürsətləri boşa verir. Və daha bir yerdə qalan oyuncu. Bəli, 15 ay futbola gəlməyəndən sonra ki bizim eşqay. Bu arada 2 fənərli bir kadrda. Arxada da Galatasaray. Neyse. Qayda pozuntusu olduğu iddia edir və topun arxasında Təbriz Əsəni var. Görüm həm qapını, həm topu çəkə bilirəm. Yox, onsuz da getmədi. Nəsib Yusufov topu Əvəz Bayramlı istiqamətinə göndərir. Top Əhməd Kazımovun ayağından sürüşməsə baxmayaraq Kənan Nəzərovdadır. Kənan Nəzərov, Murad Rüstəmli, Kənan Nəzərov burada topu alır, 2 oyuncunu keçdi, pasını verməli idi, amma yox. İzzət burada o qədər yaxşı yerə açılmadı. İkram dərciliyi çox gərgin oyun gedər hazırda. Təbriz Əsəni irəliyə doğru şişirdi topu, burada Murad Rüstəmli komanda yoldaşlarını sığortalayır. İzzət topu yaxşı kontrol edə bilmədi. Hüseyn Rüstəmov bir rəqibindən sıyrıldı, ikincisindən sıyrıla bilmədi. Yenidən İzzətlə Hüseynin top uğrunda mübarizəsi və Hüseyn burada geriyə pas verir. Sadiq Eydərzadə. 14-cü dəqiqə hesabda elə də tarazlığı var və Nəsib Yusufov burada Murad Rüstəmlini keçir. Əvəz Bayramlının dərhal irəli pası. Əhməd Kazımov qarşılayır. Tarık Kərimov. Sola doğru pas. Kənan Nəzərov. 2 komandanın da təslim olmaq şansı yoxdur. Fikri yoxdur daha doğrusu. Şansı var, istəsələr edə bilərlər. Uzaqdan yoxlanılmış bir pas, hücum qarışıq bir cəhd. Top portakallardadır. O biri komandaya ad qoymayacağım, nakitkasızlar deyəcəyim. Yaşlı zat giyinsəydilər 2 zat deyərdim, amma belə yox. Və qapıda isə əli arxasında olan bir Real Madridli oyuncu var. Murad Rüstəmli öz komanda yoldaşlarına təlimat verir. Onların mövqeylərini ona mümkün qədər təlimat verməyə çalışır. Burada top elə də nakitkasızlardadır. Murad Rüstəmli neydi Allah? Heç əlaqəsi yoxdur Murad Rüstəmlinin orayla.
Başım nakitkasızlardadır top. Təbriz Həsənli baxdı ətrafına, ara pasını verdi. Təhlükəli ola bilər. Mətin Bayramlı. Təbriz Həsənlinin çox yaxşı gördüyü bir pas. Mətin Bayramlı burada boş idi və Əhməd Kazımov. Bəli, hesab 1-0'dır. 16-cı dəqiqədə hesab açılır. 16 dəqiqəlik mübarizədən sonra nəhayət komandalar tablodakı hesabı dəyişdirə bilirlər. Fərid Əhmədov, Murad Rüstəmli paslaşması və burada Təbriz Həsənli topu uzaqlaşdırır. Top isə hələ də oyundadır. Mətin Bayramlı qarşısında 4 dənə rəqib var. Pasını qardaşla çatdırmağa çalışdı, amma təəssüf. Əvəz Bayramlı geri pası, Təbriz Həsənli dərhal pas verdi. Amma pası heç kim gözləmirdi. Bəli, açığı yəni Kənanın qabağa getməsində o qədər sıxıntı yoxdur. Yəni Kənan qabaqda kifayət qədər yaxşı oynayır. Yəni dolayısıyla çox təhlükəli bir epizod ola bilərdi. Burada boy fərqi ilə, aldığı pozisiya fərqi ilə İzzət fərqlənməyə çox yaxın idi. Amma top meydançanı məhz İkramın effortu ilə tərk edir. Topun arxasında Kənan Nəzərovdur. Məhz bundan bəhs edirdim ki, Kənanın çox maraqlı bir epizod oldu. Murad Rüstəmli. Ondan bəhs edirdim ki, yəni Kənanın orta saha və hücumda oynamasında bir sıkıntı yoxdur. Cəfər Rüstəmov həm sakatlığından dolayı, həm də Kənanla müqayisədə qapıçılıq bacarıqlarından dolayı Portağallılara kifayət qədər dezavantaj yaradır. Buna rəğmən Portağallılar mübarizələrinə davam edirlər. İzzətin pası, Kənan Nəzərov pasını düşündü, Təbriz Həsənli bunu oxudu. Təbriz Həsənlinin başlatdığı hücum Hüseyn Rüstəmov burada Əvəz Bayramlına pas verməyə çalışdı, amma onu bağlamışdılar. Hüseyn Rüstəmov hələ də topu özündə saxlayır. Tarık Kərimovu keçə bildi. Ondan sonra isə Əhməd Kazımov. Allah, ürəyim çəkildi. Bunu bağlayın da, bomboşdur bu. Və Əvəz Bayramlı. Çox təhlükəli bir epizod idi. Və bunu əldən verirlər. Üsyan eləyir burada Hüseyn Rüstəmov komanda yoldaşlarına qarşı. Fərid Əhmədov. Ara pası burada İzzətə doğru. İzzət burada yaxşı kontrol edə bilmir. Təbriz Həsənli də onu burada narahat elədiyini vurğulamaq lazımdır. Nəsib Yusubov ara pası. Mətin Bayramlı, Əvəz Bayramlı. Burada Əhməd Kazımov qarşıladı topu. Və bu qədər boş buraxmaq olmaz axı Mətin Bayramlını. Top yanlış görmədimsə Fərid Əhmədovun kritik müdaxiləsi ilə meydançanı tərk elədi. Mətin Bayramlı çölə doğru göndərilən bir zərbə. Portağallılar hal-hazırda çox belə təzyiq altındadır. Murad Rüstəmli, İzzətin pası, Kənan Nəzərov çatdı topa. Kənanın içəriyə doğru bir göndərdiyi top Sadiq Eydərzadə qarşılayır. Sadiq Eydərzadə pasını verdi Hüseyn Rüstəmov. Hüseyn Rüstəmovun ara pası bomboşdur. Bu müdafiə hardadır? Amma əvəzində Əvəz Bayramlı ikinci dəfə topu çölə göndərir. Əvəz Bayramlı elə ki işə düşə bilməyib. Murad Rüstəmli komandasının irəlidə olan əksiliyinə görə bir qədər artıq maçın əvvəllikinin əksinə iləridə oynayır. Bəli, qulaq asın buna. Bəli, getdi bufetə. Əhməd Kazımov əks silahda burada komanda yoldaşı Fərid Əhmədovu gördü. Fərid Əhmədov burada topu itirir. Amma top Tarık Kərimovdadır. Və bəli, Mətin Bayramlının ustaca keçdi. Sağa, bu düppədüz pas idi də.
Əvəz Bayramlının zərbəsi. Yenə söldədir. Və bəli, komandalarda olan balanssızlığa görə al mən keçim biraz sola. Komandalar değişiklik fikirlərini önə sürdülər, amma Portağalların hələ ki yarım müdafiədə daha çox aktiv olan oyuncusu Murad Rüstəmli bu fikrə qarşı oldu. Fərid Əhmədovun müdaxiləsi ilə top meydanı səni tərk edir. Mətin Bayramlı geriyə Təbriz Həsənli üçün zərbə şansı var idi. Top hələ də onların komandasındadır. Murad Rüstəmli rəqibindən sıyrılmalıdır burada. Təbriz Həsənlini keçməyə çalışır. Təbriz Həsənlini sürəti bazda keçməyə çalışdı. Əvəz Bayramlı burada İzzətə gələn topu dərhal uzaqlaşdırma və Murad Rüstəmlinin zərbəsi Sadiq Heydərzadə tərəfindən dəfə olunur. Fərid Əhmədov top uğrunda mübarizə. Əvəz Bayramlı burada can qoyur. Bir dənə toxunuş. Sadiq Heydərzadə son anda. Kənan Nəzərov. Top meydançanı Nəsib Yusubovdan tərk edir. Ara pası Murad Rüstəmli. Murad Rüstəmli qarşısında 2 oyuncu var. Tarık Kərimov əks cinahda. Fərid Əhmədov. Komanda yoldaşlarını axtarır. Tarık Kərimov. Burada Hüseyn Rüstəmovu keçməyə çalışır. Top meydançanı Hüseyn Rüstəmovdan tərk edir. Hüseyn Rüstəmov qarşıladı bu topu. Tarık Kərimovu keçməyə çalışır. Ona qismət olmadı. Hüseyn Rüstəmov. Təbriz Həsənli. Hüseyn Rüstəmov. Şirilən bir top. Bu bomboş olmamalıdır. Bu oyuncu bu qədər boş olmamalıdır. Əhməd Kasımov ilk zərbəni qarşıladı. İkinciyə təəssüf ki, bəs eləmir bu cəhdlər. Mətin Bayramlı bəs eləmir. Bəli. Skorboardı mənə göstərirlər. 2-0'dır hesab. Fərid Əhmədov. Zərbəsi Topkapının üzərindən keçdi. Arxada burada Baykır çətəsi gedir. Hə. Və bəli, fikir verdinizsə bir ani bir kesit oldu ortada. Bu telefonda 3x bomba çəkir. Yox, bu onlardan deyil. Hə, bir kesit oldu ortada. Komandalar oyundakı gedişata görə bir oyuncu dəyişdirməyə qərar verdilər və bu müzakirələrin nəticəsində Tarık Kərimovla Təbriz Həsənli oynadıqları komandanı dəyişdirdilər. Və İzzət heç onun öyrəşdiyimiz oyun tərzinə uyğun zərbə indirmədi. Bomboş idi burada İzzət. Mətin Bayramlı, Əvəz Bayramlı. Burada Fərid Əhmədov. Topu alabilir amma arxada yerdə qalan oyuncu var. Tarık Kərimov dərhal topu irəli göndərir amma Əhməd Kazımovdadır top. Necə baş verdi bu? O qədər kimsə cənavət gəlir maça. Oyuncuları bədbəxt edir. Təbriz Həsənli yavaş-yavaş özünə gəlir. Bir qədər axsama var onda, onun yerişində. Və bəli, oyuncular öz yerlərini aldılar, oyunun başlamasını gözləyirlər və dərhal Portağallar oyuna başlayır. Təbriz Həsənli sanki heç bir dəqiqə yerdə deyildi. Formuna qayıtdı. Murad Rüstəmli qarşıdakı rəqibi keçməyə cəhd göstərdi. Görür ki, aldanmadı. Topu verir komanda yoldaşına. Portağallar geridən hücum qurmağa çalışır. Təbriz Həsənli.
Fərid Əhmədov. Təbrizə sənli. Tarık Kərimov da sıyrılmağa çalışdı. Tarık Kərimov ise iki müdafiəçini keçməyə çox yaxın idi burada ama qismət olmadı ona. Əvəz Bayramlı. Top Portakallardadır. Murad Rüstəmlinin içeriye doğru şişirdiği top ama İzzətin burada başının üzerinden çok az fərqlə keçir top. Hüseyin Rüstəmov. Hüseyin Rüstəmov. Nətin Bayramlı. Hüseyin Rüstəmov. Fərid Əhmədovla burada mübarizə. Hüseyin Rüstəmov. Fərid Əhmədov onu bıraxdı. Təbrizə səndə bu dəfə onda təzyiq göstərir. Nəsib Yusubov burada İzzəti keçməyi bacarır. Bir Fənər və Galatasaray formalarının qarşı durmasını izlədik. Kenan Nəzərov, Murad Rüstəmli. İçeriye doğru yine şişirdiği top bu dəfə də Tarık Kərimov qarşıladı. İkram Dərzili, Kenan Nəzərov, İzzət. Kenan Nəzərov topa çatdı. Top Sadiq Eydərzadənin müdaxiləsi ilə. Qapı xəttini keçmir və burada qayda pozuntusu var deyilir. Top nakitkasızlardadır. Məncə Kenan Nəzərov bugün bu qədər yorulacağını gözləmirdi. Dünənki qapıda o qədər sərgilədiyi performansdan sonra Hüseyin Rüstəmovun çox yaxşı pası ama Murad Rüstəmlidən keçməz bunlar. Əvəz Bayramlı. Nəsib Yusubov. Nəsib Yusubovun birbaşa Mətin Bayramlının ayağına olan pası. Cəfər Rüstəmovun kritik müdaxiləsidir bu zəndimcə və daha bir ikinciden zərbə nakitkasızlar üçün. Mətin Bayramlı normalde bu topun arkasında olmalı değil. Əvəz Bayramlı topu verdi. Mətin Bayramlı onun hər iki ayağı ilə də təhlükəli zərbə çıxarma fürsəti var. Kenan Nəzərov sürəti hesabına iki rəqibindən sıyrıldı. Kenan Nəzərov! Çok tehlikeli bir epizod idi. Hüseyin Rüstəmov nakitkasızlar dərhal cavab vermeye çalışır. Əvəz Bayramlı, qarşıda Murad Rüstəmli var. Əvəz Bayramlı pasını verdi. Hüseyin Rüstəmov keçdirməyə çalıştı burada. Murad Rüstəmli bilir bu pasları. Murad Rüstəmli dərhal ikisini axtardı burada. Kenan Nəzərovu gördü. Kenan Nəzərov Tarık Kərimovu burada Tarık Kərimov dayandırabilir. Hüseyin Rüstəmov qayda pozuntusu iddiaları var idi ama keçişdirildi. Hüseyin Rüstəmov Fərid Əhmədova keçə bildi deyəcəkdim ki top məhz Fərid Əhmədovun müdaxiləsi ilə meydançanı tərk edir. 29-cu dəqiqənin əvvəllərindəyik. Nəsib Yusubov, Mətin Bayramlı, Əvəz Bayramlı. Top uzaqlaşdırılır. Bəli, meydançada bir gərginlik var. Hüseyin Rüstəmov. Zərbəsi! Çox gözəl bir gol izlətdirə bilərdi bizə burada. Az fərqli qapının yanından keçir. Kenan əla sana. Kenan Nəzərov. Pasını verdi Murad Rüstəmli. Murad Rüstəmli pasını verdi Kenan Nəzərov. Qarşısında yenidən Tarık Kərimov var. Ara pası Nəsib Yusubov burada çox rahat saxladı topu. Hüseyin Rüstəmovun yanlış pası. Top yenidən Portakallardadır. Mətin Bayramlı. Ronaldinho ayağı Murad Rüstəmli'ni keçməyə çalışdı ama burada top meydançanı tərk edir. Murad Rüstəmli komanda yoldaşlarına təlimat verir. Fərid Əhmədovun irəliyə göndərdiyi top. İzzət topu nə qədər qorumağa çalışsa da meydançanı tərk edir. Məhz ondan qapıdan zərbə ilə oyuna daxil ediləcək top Sadiq Eydərzadə. Neyse bunları çəkməyəcəm. Bayaq çəkdim. Onlar bayaq getdikləri yolu qaydılar. Nəsib Yusubov hücumu zərərsizləşdirdi burada. Əhməd Kazımovski, Kenan Nəzərov. Kenan Nəzərovun pası Murad Rüstəmli.
Murad Rüstəmli burada Hüseyn Rüstəmovu keçə bilmir və top yenidən Murad Rüstəmlidədir. Kənan Nəzərovun pası. Bircə dənə düz pas olsaydı orada bu hücum çox bomba olardı. Kənan Nəzərov 2 rəqibindən sıyrıldı. Bu dəfə isə nakitkasızların dadına İkram Dərcili çatır. Portağallar hücum qurmağa çalışırlar, amma nakitkasızlar hələ ki o boşluğu verməyiblər. Bütün komanda ilə müdafiə olunurlar. Kənan Nəzərov topu meydançada saxladı, amma rəqibləri üçün Hüseyn Rüstəmov əks hücum başlatdı. İrəliyə doğru pas. Əhməd Kazımov çox yaxşı saxladı bu topu. Təbriz Həsənlinin pası. Murad Rüstəmli. Murad Rüstəmlinin ara pası burada çox az fərqlə. Bu topun bu cür keçəcəyini gözləmirdi İzzət. Cəfər Rüstəmov qapıdan gördüyü pozisiyaları vasitəsilə mümkün qədər məsləhət verməyə çalışdı komanda yoldaşlarına. Murad Rüstəmli rəqibindən sıyrıla biləcəkmi? Təbriz Həsənlinin zərbəsi top birbaşa Nəsib Yusubovun üstündə patlayır. Bu dəfə isə topu oyuna Təbriz Həsənli daxil edəcək. Görə eyni cəhdi Murad Rüstəmli mi yoxlayacaq? Əvəz Bayramlı bu topu qarşılayır. Portağallar hələ də hücum şansındadır. İzzətin şansı, amma Sadiq Eydərzadə bu zərbəni də oxudu. Sadiq Eydərzadə formundadır bugün. Əvəz Bayramlı pasını verdi. Əhməd Kazımovski topu qismən də olsa uzaqlaşdıra bilir. Bir də vurdu yuxarı. Bu dəfə görə top kimə düşəcək? Təbriz Həsənli topu çox ustaca kontrol edir. Təbriz Həsənli bir qədər çox saxladı burada top ayağında və Nəsib Yusubov uzaqlaşdırır. Yəni siz bu arada vəziyyət elədi ki, çox dinamik oyun gedir. Mən zarafat eləməyə zədə də vaxt çatdırmam. Mətin Bayramlı! Bu oyunçu yenə bomboş qalıb. Müdafiə təəssüf ki, Mətin Bayramlını bu yenə də boş buraxdı. Və hesab arasında 2 fərq 3-ə qalxır. 3-0. Və nəzərə alsaq ki, hər nə qədər bu stadiona komandalar o qədər də öyrəşməmiş olsalar da, oy. Yəni 16 dəqiqə qalıb təqribən bu saata əsasən. 16 dəqiqəyə 3 gol, yəni bizim oyuncular üçün heç nədir də. Murad Rüstəmli topu öz komandasında saxlamağı bacarır bir qədər effort bahasına. İrəliyə doğru göndərilmiş top bir qədər yüksək olur. Heç İzzət Əliyev istəsə də bu topa çata bilməzdi. Nəsib Yusubov sağ ayağı ilə burada topu göndərdi. Normalda o sol axaydı. Hüseyn Rüstəmov pasını verdi və Fərid Əhmədov uzaqlaşdırır burada topu. Top nakitkasızlardadır. Hüseyn Rüstəmov yenidən arapası yoxladı burada yuxarıdan, amma top hələ də onun komandasındadır. İkram Dərcili arapası, Əvəz Bayramlı bir arapası daha. Bu dəfə Əhməd Kazımov Mətin Bayramlıya oynamağa imkan vermir. Murad Rüstəmlinin arapası. Bir neçə düzgün pas və çox təhlükəli epizod yarana bilər. Burada isə Nəsib Yusubov İzzətə zərbə vurmağa imkan vermir. İzzət tək ondan gözlənilən performansı tam sərgiləyə bilməyib. Fərid Əhmədovun geri pası. Təbriz Həsənli zərbəsi top qapının üzərindən keçir. Hüseyn Rüstəmov. Yaxınlığında Mətin Bayramlı var. Onun pası və Əvəz Bayramlı hesab arasındakı fərqi 4-ə çıxardır. Murad Rüstəmli.
Fərid Əhmədov. Ortan qoyma. Murad Rüstəmli. Allah, bu nə edir ala? Murad Rüstəmli də yavaş-yavaş həvəsdən düşür. Yəni gərəksizdir hələ ki, yəni. Top asfə ilə qapının yanından keçdi. Cəfər Rüstəmov pasını verdi. Fərid Əhmədov. Təbriz Həsənli. Murad Rüstəmli. Murad Rüstəmli, Tarık Kərimov. Murad Rüstəmli. Yəni Təbriz lazımı yorumu bildirdi də. Nə deyilməlidirsə də. Eşitməyənlər üçün deyim, elə ki FIFA oynayır da xəttin qırağı ilə dribling, fint yoxlayırsan, alınmır. Nəsib də vursaydı bunu dayə heç nə də. Müdafiə nə bilim abi. Təbriz Həsənli. Uzaqdan yoxlanılmış. Bu da artistlər tutullanır burada güya da. İkram Dərzili 2 rəqibini burada sağ tərəfə göndərdi. Bir qədər Portağallar komandasında həvəsdən düşmə sezilir. Təbriz Həsənli pasını dərhal verdi. Bu dəfə Nəsib Yusubov. Bir sıra kritik toxunuşları oldu burada Nəsib Yusubovun. Murad Rüstəmli top ştanqadan qapı xəttini yenə keçmədi. Yəni cavab eləyiblər də konkret bu narıncılara. Bağlıdır, oyna. Murad Rüstəmli Mətin Bayramlını keçə bilir. Murad Rüstəmli pasını verdi. İzzətin bir dənə burada Kənan Murad Təbriz Həsənlinin pası, bir dənə qol lazımdır. Nəhayət. Portağallar ilk qollarını imza atırlar. Ona birimiz basın da. İkram Dərzili dərhal knopkanı basaraq burada fair play sərgiləyir. Portağallar nəhayət rəqib qapısının torunu silkələyə bilirlər. Hüseyn Rüstəmovun pası, Mətin Bayramlı qardaşlar arasında paslaşma. Tarık Kərimov topa çata bildi. Daha bir təhlükəli ola biləcək pas. Mətin Bayramlının zərbəsi top Cəfər Rüstəmov tərəfindən dəf edilir. Mətin Bayramlının tərs cinahda burada qardaşını düşündü. Oy. Çox təhlükəli bir epizod idi. Müdafiədə 2 nəfər, 3 nəfər uzanmışdı da orada. Uzanlardan biri böyle Nəsib Yusubov imiş. Cəfər isə hələ də uzanır. Burada bir qayda pozuntusu iddiaları var. Bəli, uca nakitkasızlar fora verib bir oyunçu ilə əksi oynayırlar. Kənan Nəzərovun zərbəsi yenə qapı dirəyində dayanır. İkinci dirəyidir bugün Kənan Nəzərovun. Mətin Bayramlı, Əvəz Bayramlının bir qədər arxasına düşən top. Əvəz Bayramlı pasını verdi. Mətin Bayramlı bu zərbə şansı verməmək lazım və Murad Rüstəmli çox rahat bir şəkildə bu topu qarşılayır. Hüseyn Rüstəmov İzzəti burada keçə bilmədi və hətta İzzət topu alıb hücum belə başlatdı, amma Kənan Nəzərovu burada İkram Dərzili qarşılayır. Kənanın pası, Təbriz Həsənlinin ara pası burada müdafiə tərəfindən qarşılanır. Murad Rüstəmlinin zərbəsi Sadiq Eydərzadə daha bir baxımlı seyv edir. Nəsib Yusubovun irəli doğru şişirdiyi top. Fərid Əhmədov qarşıladı. Murad Rüstəmli topu hələ də özündə saxlayır. Tarık Kərimov ona yaxınlaşdı. Onu keçdi, amma Nəsib Yusubovu keçə bilmir. Top Portağallardadır.
Top oyuna Cəfər Rüstəmov daxil eləyəcək. Təbriz Həsənli. Yəni Kənan bildiyim burada müdafiə elədi də. Yəni, əlbəttə ki, o davanını ilə burada zərbə indirməyə çalışmışdı, amma təəssüf ki, alınan görüntü bir qədər elə oldu. Əvəz Bayramlı pasını verdi Hüseyin Rüstəmov. Hüseyin Rüstəmov burada rəqiblərdən sıyrılmağa çalışdı. Zərbə top qapının üzərindən keçir. 8 dəqiqə. Hesab arasındakı fərq 3'dür. Fərid Əhmədov. Murad Rüstəmli. Artıq müdafiədə heç kim qalmayıb. Onlar bütün kozurlarını oynayırlar. Murad Rüstəmlinin irəliyə doğru göndərdiyi top Tarık Kərimov qarşıladı. Əvəz Bayramlının irəliyə hava ilə göndərdiyi topdur bu. Top qapı dirəyində dayandı. Orada gol olmadı. Hüseyin Rüstəmov burada Təbriz Həsənlidən aldı topu. Sürət bahasıyla keçməyə çalışır. Uğursuz oldu. Əvəz Bayramlı. Təbriz Həsənli ondan aldı topu. Göşen sıyrıldı rəqibindən, amma bir qədər ayağından çox açdı topu. İkram Dərzilidə də bu dəfə topu 2 rəqibindən sıyrıldı. Hücum qurma şansı var. İkram pasını verdi Mətin. Mətinin pası Fərid Əhmədov ona imkan vermədi oynamağa. Fərid Əhmədov əksinə göndərdi topu. Murad Rüstəmli. Hüseyin Rüstəmovun təzyiqi var. Hüseyin Rüstəmovdan tərk edir meydançanı top. Əksinə burada Kənan Nəzərov var, amma topu onu göndərməməyi seçirlər. Top nakitkasızlarda qalır. Daha doğrusu bir dənə nakitkalı oyuncu var burada, amma o sayılmır. Mətin Bayramlı. Fərid Əhmədovu burada yandırdılar, tökdülər. Mətin Bayramlı qarşısında 2 oyuncu var. Daha doğrusu bu Əvəz Bayramlı idi. Hüseyin Rüstəmov daha bir zərbə şansı. Murad Rüstəmli rəqiblərdən sıyrılmağa çalışır. Pas verməməli israr eləyir. Pasını verdi burada Təbriz Həsənli. Təbriz Həsənli bir dənə uzaqlaşdırsa orada topu əla alındı. Kənan Nəzərov. Dərhalara pası Əvəz Bayramlı burada toxunur. İzzət isə görək necə bir töhfə verəcək oyuna və vurmaq lazımdır. Top az fərqlə yanından keçir qapının. Bu gol bütün oyunun gedişatını dəyişdirə bilərdi bəlkə də. İkram Dərzili. Pası Kənan Nəzərovdan meydançanı tərk edir. Tarık Kərimov. Bazuka gönderdi burada Kenan Nəsib Yusubovun üzərinə. Fərid Əhmədov qarşılayır bu topu. Əvəz Bayramlı. Mətin Bayramlının içəriyə doğru göndərdiyi pas. Nəsib Yusubov topu çata bilmir. Təbriz Həsənli. Murad Rüstəmli. Murad Rüstəmlinin pası. Kənan Nəzərov. Kənan Nəzərovun zərbəsi Sadiq Eydərzadə daha bir seyv. Sadiq yəni uzun müddətdir ki oynamadı. Oyunu oynayır və Nəsib Yusubovun çox ehmalca göndərdiyi zərbə Cəfər Rüstəmov tərəfindən dəf edilir. Kənan Nəzərov. Tarık Kərimov sürətli bahasında keçdi. Bir zərbə də göndərdi, amma Sadiq Eydərzadə və Murad Rüstəmli Kənan Nəzərovu bu dəfə zərbə ilə endirməyə çalışdı. Nəsib Yusubov. Əvəz Bayramlı. Əvəz Bayramlının ara pası burada Fərid Əhmədov qarşıladı. Təbriz Həsənli Əvəz Bayramlını keçə bildi. Onun üzünə də bir gülüş qondurdu. Eyni fənlə Nəsibi də keçsəydi təmin olardı. Murad Rüstəmli. Murad Rüstəmli pasını verdi. Ay Murad. Burada bir anlaşılmazlıq oldu. 4 nəfər dayandı bir-birinə baxdı prosto. Murad Rüstəmli pasını göndərdi burada Fərid Əhmədova. İkram inamlı təsir bağışlayır və top meydançanı portağallardan tərk edir.
Kənan Nəzərov Kənan Nəzərov deyil, Sadiq Eydərzadə idi bu və Bayramlıların arasında paslaşma. Fərid Əhmədov burada Mətin Bayramlının zərbəsinin önünü kəsir. Əvəz Bayramlı önündə boşluq var. Cəfər Rüstəmov burada çox yaxşı qarşıladı bu zərbəni. Portağallar bir şey eləmək istəyirlər, bir şey qoymağa çalışırlar ortaya. Murad Rüstəmli irəliyə doğru şişirdiyi top, Tarık Kərimov qarşıladı bunu. Əvəz Bayramlı son 3 dəqiqə. Əvəz Bayramlı ikinci rəqibindən də sıyrılır. İçəriyə doğru göndərdi Fərid Əhmədov və Mətin Bayramlı topu oralarda bir yerə vurdu. Murad Rüstəmli. Ara pası, İkram Dərzili bu pası oxuyur. Kənan Nəzərov topu oyunu daxil edəcək. İzzət topu orada yaxşı kontrol edə bilmir. Hüseyin Rüstəmov pasını çatdıra bildi burada İkrama. İkramın geri pası olacaq hər halda və Hüseyin Rüstəmov yenidən İkram. İkram rəqibindən sıyrıla bilmir burada Əhməd Kazımov. Murad Rüstəmlinin ara pası yenidən Sadiq Eydərzadə qarşılayır bu topu. Top burada deyə. Əvəz Bayramlı, mən bunu çəkmədim, ayıb olsun mən. Topu görmədim, evet. Əvəz Bayramlı çox bərk göndərdi burada. Son 2 dəqiqə. Təbrizə sənli. Sol cinahda Kənan Nəzərov var, Murad Rüstəmli. İçəriyə doğru göndərdiyi top Kənan Nəzər birbaşa. İzzət. Normalda bu pozisiyaları əhv etməyəcək oyuncu. Kənan Nəzərov. Nəhayət. Maçın başından bəri bütün bu cəhdləri öz bəhrəsini məclində verir. Hesab 4-2'dir bu arada. Mətin Bayramlı. Görək nakitkasızlar bu qola necə cavab verəcək. İkram Dərzili burada. Gol oldu. Vaxsey. 5-2. Təbrizə sənli. Təbriz irəli doğru gedir. İzzət Əliyevin pası, Murad Rüstəmli, Murad 2 rəqibindən 3 rəqibinin arasına girdi amma oradan çıxa bilmədi. Əvəz Bayramlı, Mətin Bayramlı, Mətin Bayramlı, Əvəz topu önünə atdı. Burada arxadan Təbrizə sənli topu alır ondan. Bəli, bu tənəffüs zəngi deyil təbii ki. Söndürəcəklər stadionu. Və bəli. Bir maçın daha yekununa gəldik. Gözlə bir dənə telefonumu gətirin. Şəkil çəkdiririk. Murad Rüstəmli. Nə deyirsiniz? Niyə həvəsdən düşdünüz? Nə bilim valla. Bu nə? Oldum sən. Sizə yaraşmayan bir staminavız düşüb yəni. Getmədi, oyun maraqlısı oldu deyə. Fərid, sən getməmsən elə. Biz sənin əvvəlki videoda uğurladıq. Bu son oyun. Yaxşı, inandıq. Mətin, videolarımıza çoxdan da yoxsan. Çox da videomuz olmuyor düzdür. Amma bir ürək sözləri bizə bəxş elə gəlir. Gözəl oyun. Gözəl insanlar. İnşallah bir də görüşərik buralarda. 100%. Onda elə Kakaş telefon da səndə. Bağlanış konuşmasını elə bir dənə. Bağlanış konuşması. Mən heç çox söz deyə bilmirəm. Yaxşı. Onda uşaqlar bir dənə sağ ol eləyin. Cananların ayağına sağ olun. Abi nə ürəksizlikdir. Eybi yox, canımız sağ olsun. Sağ olun, salamat qalın.